Mənə məlumat verilir ki, İranın Xarici İşlər Nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, Livanda qalmış İran səfirliyinin əməkdaşlarını Azərbaycan kömək eləsin, təxliyə etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi, mən dərhal göstəriş verdim ki, köməkli göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq, dedim ki, lazım deyil. İndi dar gündə biz köməklik göstərməsək, bəs nə vaxt köməklik göstərməliyik? Axı, bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək, bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək. Bizim silahlı qüvvələrimiz, Müdafiə Nazirliyi, əyləşin, Dövlət Sərhəd Xidməti, əyləşin, digər bütün bizim xüsusi təyinatlı qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdır.